Bu sualı mən cavablandıra bilmərəm. Gitarla bağlı suallarınızı cavablandırıram. Baxın necə estetik görünür. Üzüm necə parlaq düşür. İlk sualımız və mənə ən çox gələn sual: gitarı hardan və neçə almısınız? Uşaqlar, gitarı mən almamışam. Gitar mənə hədiyyədir, ailəm alıb. Soruşdular nə istəyirsən? Dedim gitar istəyirəm. Onlar da gitar aldılar. Gitarı musiqi alətləri mağazası olan bir tanışımızdan almışıq və o tanışımızın mağazası isə soruşdum harda yerləşir? Avtovağzalda yerləşirmiş. Amma təəssüf ki, adını bilmirəm. Sizcə 38 düymlük gitara ilə başlamaq lazımdır, yoxsa 41 düymlük? Açığı bu sualı görmədən əvvəl 38 düym, 41 düymlük terminləri bilmirdim. Həvəs olaraq, hobbi olaraq almışam gitarımı. Yəni belə çox bir məlumatım yox idi, amma araşdırdım sırf sualı deyə. 38 düymlük gitara uşaqlar və yeniyetmələr üçündür. Əgər siz böyüksünüzsə, 41 düymlük gitarı ala bilərsiniz. Üçüncü sual: bu qədər tez necə öyrəndin? Qısa cavab verəcəm. Həvəs, motivasiya və məşq. Çoxlu məşq. Ritmlə mahnını eyni anda apara bilmirəm heç cür. Məsələn, dörd-dörtlük ritmi. Mən bir mahnı çalmaq istəyəndə necə öyrənirəm? Gəlin onu sizə deyim qısaca. İlk öncə akordlardan akordlara sərbəst keçidləri öyrənin. Sonra ritmi heç bir akorda basmadan sadəcə sağ əlinizlə ritm üzərində çalışın. Sadəcə ritm. Daha sonra akordlarla ritmi birləşdirin, bunun üzərində məşq eləyin. Daha sonra isə bu üçünü birləşdirərək ən əsas məşq, məşq, yenə də məşq. Mənim gitaranı öyrənməyə səbrim çatmır və evdə özüm öyrənməliyəm. Necə edim? Normalda mən də çox səbirli bir insan deyiləm, amma söhbət istədiyiniz bir şey eləməkdən gedirsə, məncə həvəs və motivasiya səbrin önünə keçir. Yəni ona görə də bu sualı vermək istəyirəm. Yetər qədər həvəsiniz və motivasiyanız varmı? Varsa, məncə səbir çox da rol oynamayacaq. Siz bir yerdən başlamağa çalışın, davamı zaten gələcək. Çox çalışsaq nə qədər müddət öyrənə bilərik? Bu sualı mən cavablandıra bilmərəm. Çünki bir aydır gitarım var və öyrənmək dedikdə burada böyük ehtimal bütün prosesi öyrənməyi nəzərdə tutursunuz. Mən sadəcə bir aya nələr öyrənmişəm sizə bunu deyə bilərəm. Bu sualı tam şəkildə gitaranı bilənlər varsa yorumlarda cavablandırar. Gitar çalmağı öyrənmək istəyirəm, amma hardan başlayım bilmirəm. Mənim videolarımdan başlaya bilərsiniz. Hələ ki 4 dənə partım var deyəsən. O partlarda nələri eləyirəm, necə eləyirəm, nəyə üstünlük verirəm. O videolara baxıb onların üzərində məşqlər eləyin. Əlavə olaraq da medianın bütün platformalarında axtardığınız hər şeyi rahatlıqla tapa bilərsiniz. Siz sıfırdan mı başlamısınız özünüz çalmağa? Öyrənməyə bəli, sıfırdan başlamışam, amma musiqiyə sıfırdan başlamamışam. Musiqi biliyim var, sadəcə gitaranı bəli sıfırdan. Gitaranı hansı kanaldan öyrənmisiniz? Bunu part 1-də deyirəm deyəsən. Gitar öyrənirəm videomun part 1 hissəsinə keçin. Orda hansı kanallardan istifadə edəcəyimi deyirəm. Açıq o kanallardan sadəcə part 1-də istifadə etdim. Bir məlumatı sırf bir yerdən öyrənmirəm. Fərqli-fərqli yerlərdən öyrənirəm. Sonra toparlayıram, hansı özümə uyğundursa o yöndə öyrənirəm. Tövsiyə edərdim ki, siz də elə eləyəsiniz. Çünki insan özünü necə daha rahat öyrənəcəyini hamıdan daha yaxşı bilir. Bu aralar çox gitarla məşğul olduğum üçün gitarla bağlı videolar çəkirəm və sanki səhifəm gitar səhifəsinə evrilirmiş kimi hiss edirəm, amma istəmirəm belə düşünəsiniz. Amma bundan əlavə olaraq tələbəlikdir, nə bilim universitetdə və sair universitetdə belə suallarınızı da verə bilərsiniz. Bu günlük videom bu qədər idi. Bundan sonraki video make-up videosu ola bilər.